Qarabağda, Xocavənd rayonunun Hadrut qəsəbəsində bir günümüzü sizlərlə bölüşürəm. Qarabağımın qarını da sizə göstərdim, günəşini də. Bu gün də istədim yağışını görəsiniz. Yağış yağdıqca torpaqdan bir qoxu yüksəlir. O qoxunu da nə siz soruşun, nə də mən deyim. Yavaş-yavaş yaza hazırlaşırıq. Qarabağın yazı təsəvvürünüzdən belə gözəldir. Əslində mən bunu görməmişəm, amma çox yaxşı hiss edə bilirəm. Bu gün evimizin aşağı hissəsini remont elətdirirdik. Çörək hazırlayırdım. Dediyim ustalar üçün də fərqli bir yüngül yemək hazırlayım. Əkinçiliyin probun qoymaq üçün kişnişlə şüyüd əkdim. Artıq 5 gündür əkməyimə baxmayaraq əməlli başlı cücəriblər. Bir çoxunuz bilirsiniz ki, yazdan möhtəşəm əkinçiliyimiz olur. Qarabağ nəfəsdir, ruhun səssizliyidir. İstəyirəm bu huzuru sizlərlə də bölüşüm və buranın gözəlliyini sizlər də hiss edəsiniz. Əgər bunu hiss elətdirə bilirəmsə, videomuzu bəyənib Qarabağda həyatımızı izləmək üçün səhifəmizi izləməyi unutmayın. İzlədiyiniz üçün hər birinizə təşəkkür edirəm.